sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, xalq artisti, dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseynoğlu Hacıbəylinin anadan olmasının 140 illiyini qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Hacıbəyinin yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyinin yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Və Üzeyir Hacıbəyinin ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanınmasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unutula bilməz. Bu xidmətlər əvəzsizdir. Mənim bu tarz fikrim bütün qələbəli bir opera şeklində meydana qoymaq. Bu xüsusda xüsusi olmaq lazım. Ondan əlavə elmi iştirak etdiklər əhmiyyət verdiyi bu günlərdə akademik tərəfindən nəşr edilən mənim əsərimdir. O əsər Azərbaycan musiqisinin əsaslarına aid elmi bir əsərdir. Mən ümid edirəm ki, bu əsər nəinki Azərbaycan musiqisinin tərəfindən, bəlkə İbn Sovet musiqisinin yeni bir yolla tərəqqi etməyinə xidmət edəcəkdir. Ondan əlavə musiqişünasların nəzər diqqətini ona cəlb edirəm ki, bu əsərdə Azərbaycan musiqisinin təhlil və tədqiqindən əmələ gələn yeni cari araç meydana gəlir. Ümid edirəm ki, musiqişünaslar o teoremalara nəzər yetirib, musiqi elminin və musiqi sənətinin yollarla tərəqqi etməsi məsələsində daha ciddi əhəmiyyət verəcəkdirlər. Papuri, çıxış edir qanun çalanlar ansamblı. Nağarda müşayiət edir 9-cu sinif şagirdi Cəlil Mübariz, müəllim Cahangirova Kemalə, konsertmeyster Məmmədova Pərvin.
Leyli ve Mecnun operasından Kızların Xoru, Leylini Qoyma Məktəbə Getsin, Koroğlu operasından Gözəl Xanım, Ey Vətən, çıxış edir Məktəbin Birləşmiş Xoru, Konsertmeyster Məmmədova Səlimova Aysel, Xarmeyster Məmmədova Səlimova Aysel, Konsertmeyster Hüseynova Aytən.
Tədbirin iştirakçılarına təşəkkürnamələri təqdim etmək üçün İnnovasiyalar və Təhsil Proqramları Şöbəsinin müdiri Fəridə Şəmsini dəvət edirik. Bəhriyə Allahverdiyeva. Aysel Məmmədova Səlimova. Ayten Hüseynova. Feyza Əliyeva. Ve sonunda Ayten Akgözal'da. Bununla da bizim bugünkü tədbirimiz sona çatdı. Sertifikatı verirken. Nərmin Xəlilova. Ayla Tanrıverdiyeva. Leyla Tanrıverdiyeva. Mehriban Həbibli. Nuray Hüseynova. Melek Mustafayeva. Altınay Abdullah. Ayan Cəfərli. Yusif İbadzadə. Yunis İbadzadə. Cəlil Mübariz. Vesilə Əliyeva. Ləman Əliyeva. Zəhra Ağazadə. İbrahim Yılmaz. Leyla Tahirli. Jale İbrahimli. Nərmin Məmmədova. Fidan Bağırlı. Zəhra Səfərli. Yusif Hüseynov. Kenan Sultanov.
Hülvi Ağamədli. Əli Fərhadov. Teşekkürü bildirmək istəyirəm biz Fəqət xanım sizlərə, Nigar xanıma çox sağ olun. Bütün tədbirlərdə bizim məktəbimizi dəvət edirsiniz. Bizim uşaqlar, bizim kolleksiyumuz böyük həvəslə sizin tədbirlərdə iştirak edir. Bu bizim üçün bir fərəhdir. Bugün tədbirimizin çox sağ olun, çox maraqlı oldu. Əli müəllim çox maraqlı məruzə etdi. Bizim şagirdlərimiz üçün də özümüz üçün də çox faydalıdır. Böyük təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun.